Salam hörmətli izləyicilər, xoş gəlibsiniz kanalımıza. Bu günləri mən sizə tez və asan başa gələn bir pizza öyrədəcəm. Bu nədir? Demək, adicə çörəyi götürürük, çörəkdir. Bir də evdə əlinizin altında nə var, ondan qoya bilərsiniz. Mayonezlə ketçupdur, soğandır, pomidordur, bibərdir, pendirdir, saskadır. Demək, əvvəlcə nə edirik? Əvvəlcə mayonezlə ketçupu beləcə qarışdırırıq bir-birinə. Demək, bunu tam qarışdırdıqdan sonra demək, çörəyimizi götürürük. Demək, bunun üçün demək, əvvəlcə çörəyimizi, belə çörəyimizi ortadan belə bölürük. Belə yumru çörəklər götürə bilərsiniz. Bu yumru çörəklərin hamısını belə də ortadan böldükdən sonra bunu belə qoyuruq. Bunların demək üstünə bax bu qarışıqdan çəkirik və belə tökürük. Bu qarışıqdan eləyirik. Demək, sonra belə yaxırıq bunu. Demək, belə yaxdıqdan sonra dediyim kimi evdə nəyiniz var əlinizin altında, ondan üstünə düzürsünüz. Özdə bu tez pişir. Mikrovalnovkanız varsa mikrovalnovkada tezcənə qoyursunuz, 5 dəqiqəyə hazır olur. Olmasa da sobada yenə dediyim kimi 5 dəqiqəyə hazır olur. Demək, belə etdikdən sonra başlayıb üstünü bəziyirik. Kim necə istəyir, elə də eləyə bilər. Ürəyiniz nə istəyir, qoya bilərsiniz. Evdə nəyiniz var. Saskanı düzdükdən sonra bibarlarımızı da düzürük. Hamısını mərhələ-mərhələ beləcə düzürük. Sonra isə pomidorlarımızı düzürük. Belə. Sonra isə soğanlarımızı düzürük üstünə. Sonra isə üstünə beləcə pendirimizi tökürük. Holland pendiri olsa süzgəcdən keçirdin tökürün, olmasa da ev pendiridir. Beləcə üstünə əzib tökürük və sobaya qoyuruq. İndi gətirib mikrovalnovkamıza qoyuruq və 5 dəqiqəmizi basırıq. 5 dəqiqəyə hazır olur. Gördüyünüz kimi 5 dəqiqəmiz qutardı. Uje hazırdır pizzamız. Çıxardıq və süfrəmizə verə bilərik. Nuş olsun. Çox gözəl və tamlıdır. Həm də gördüyünüz kimi 5 dəqiqəyə hazır oldu. Bu qədər. Əgər xoşunuz gəldisə like qoymağı unutmayın. Kanalımıza dəstək olmaq üçün bizə abunə olmağı da unutmayın. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.